adamlar qəzəb püskürürdü sadəcə olaraq. Bir tərəfdən Kamal Abdulla qadınların üstünə gedir ki, elə qadınlar evdə otursa yaxşıdır, yəni uşaqlara baxsa yaxşıdır. Yəni niyə qadın evdə oturmalıdır ki? Bu bir tərəfdən bu Fəzail Ağamalın qızı deyir ki, bəs nə bilim uşaq pulu verilsə sən demə valideynlər tənbəl olacaqmış. Bütün dünyada tənbəl olmur, Azərbaycanda olacaq da. O birisi tərəfdən Mirşahinin verilişi deyir ki, bəs əgər sən uşağı böyütmək üçün uşaq puluna ehtiyacın varsa, demək ki, sən özün kimi, mən də o kəlməni işlətmək istəmirəm, onun işlətdiyi bir iyrənc kəlmə var. Belə deyək də, özün kimi bir düşük dünya gətirməkdənsə deyir, get apteka, yəni onun qarşısını al. Valla, baxırsan, dəhşətə gəlirsən, yəni bu xalqın övladına olan bu qədər nifrət, hörmətsizlik hardan gəlir? Yəni bu düyməsi basılmış kampaniyadır mı? Doğrusu, son dərəcə kədərli mənzərədir. Birinci, ona görə kədərli mənzərədir ki, bu kampaniyada iştirak eləyənlərin hamısı və əminliklə deyirəm ki, hamısı uşaq pulu alıb. İstər deputatı olsun, istər jurnalisti olsun, istər nə bilim naziri, nazir müavini, prezident aparatının işçisi. Dediyiniz xanım Fəzail Ağamalının qızı, deməli, səhv eləmirəmsə 83-cü ildə doğulub, çünki sosial şəbəkələrdə o doğum tarixləri göstərilir və 83-cü ildə doğulan uşaqlar sosial vəziyyətindən asılı olmayaraq hamısı uşaq pulu alıbdır. Və şübhəsiz ki, Mirşahin də uşaq pulu alıbdır. Və yer gəlmişkən deyim ki, digər deputatlar da var ki, uşaq pulunun adı gələndə öz keçmişlərin unudurlar. Və niyə sən ala bilərsən uşaq pulun, amma bugünkü uşaq ala bilməz? Bunun mənasını, izahını necə verirsiniz? Məsələn, siz hansı göstəricilərə görə fərqlisiniz ki, siz həmin o 18 yaşına qədər olan müddətdə bu uşaq pulunu almışsınız. Hansı keyfiyyətinizə görə almışsınız? Fərqli, tutalım deyək ki, belə bir imtiyazınız mı olubdu, yaxud fərqli düşüncə tərziniz olubdu, kasta sisteminə görə sizin bir fərqli cəmiyyətdə yeriniz olubdu və niyə indiki uşaqlar bundan məhrum edilməlidir? Şübhəsiz ki, burada bilirsən, müxtəlif tərəflər var da. Burada uşaq puluna ehtiyacı olan bir xalq var. Ailələr var. Sosial cəhətdən müdafiə olunmayan ailələr var. Bir məclis var. Bir də hökumət var. Əslində bu üçbucaqda məclis xalqın yanında dayanmalıdır. Məclis hökumətin yaxasından tutmalıdır ki, uşaq pulun vermək lazımdır. Birinci, məclisin bugünkü üzvlərinin hamısı uşaq pulu alıb. Kim mənə inanmırsa, gedib Sosial Nazirlikdə yoxlasınlar onların yaşadıkları rayonlarda, kəndlərdə onların adlarına olan hesabları yoxlasınlar. Məclisdə istisnasız olaraq təmsil olunan adamların hamısı uşaq pulu alıb. Yəni 2006-cı ilə qədər o yaşayan, yəni uşaqlıq devrin keçirən kim varsa istisnasız olaraq bunu alıb. İkinci bir tərəfdən bilirsən, o Azərbaycanda bir söz var, ağanın malı gedir, muzdurun canı çıxır. Bunlar öz ağalarının, yəni mən nəzərdə tuturam, kimlər ki, uşaq pulu verilməsinin əleyhinədir və halbuki tutduğu deməli posta görə o uşaq pulunun verilməsinin tələbkeşi olmalıdır.
Məclisin funksiyası bundan ibarətdir ki, bu məclis güya xalqın iradəsi ilə formalaşır və məclisin hökumətdən fərqi onda olmalıdır ki, məclis xalqın sözünü deməlidir. Xalqın ehtiyaclarını müzakirəyə gətirməlidir. Bunlar isə Papanın özündən daha çox katoliklərdir. Yəni bunlar hökumətin anti-xalq siyasətin, hökumətin özündən yaxşı müdafiə edirlər. Birinci biz ona toxunaq ki, uşaq pulu yalnız yardım deyil, Sevinç xanım. Uşaq pulu sədəqə deyil. Uşaq pulu deməli ölkənin təxminən 1/3 təşkil edən, bəlkə də 1/3-dən biraz aşağıdır. Uşaqlar qarşısında hökumətin öhdəliyidir. Bu hökumətin uşaqlara, yeni nəslə, uşaq vətəndaşlarına olan münasibətdir. Bu bir, belə deyək də, bu bir ədalət simvoludur. Vətəndaş dövlətin özünün həyatında hiss eləyir. Onun məbləği elə də böyük deyil. Yəni indi durub uşaq pulu versələr də nə bilim hər halda 100 manatın aşağısında bu ola bilər. Məbləğ elə də çox deyil. İndi o xanım ki deyir ki, bu uşaq pulu verilsə ailələr tənbəlləşər. Balam, bu uşaq pulu Gürcüstanda verilir, ailələr tənbəlləşmir. Bu uşaq pulu Ermənistanda verilir, ailələr tənbəlləşmir. Bu uşaq pulu İranda verilir, ailələr tənbəlləşmir. Rusiyada verilir, mən hələ Orta Asiya respublikalarını demirəm, kişilər və yaxud ailə başçıları tənbəlləşmir. Yaxşı, necə oldu ki, bu uşaq pulu verilən coğrafiyanın ortasında yerləşən Azərbaycanda uşaq pulu verilsə, ailələr tənbəlləşər. Əvvəla uşaq pulu ailənin dolanışığı üçün deyil, ailənin dolanışığında bu yardımcı xarakter daşıyır. Yəni, uşaq pulunun həcmi, deyək, Danimarkada, ya Niderlandda, ya Belçikada olduğu qədər elə də yüksək deyil ki, ailə bu uşaq pulu ilə dolansın. Məsələn, tutalım, deyək ki, adın sadaladığımız Avropa ölkələrində müxtəlif maliyyə təminatı üzrə uşağa aylıq 1000, 1100, 1200 avro həcmində dövlətlər xərc çəkir. Çünki bu uşaq pulu dövlətin öz gələcəyinə qoyduğu investisiyadır. Yəni, bu uşaqlar sabah dövlətin vətəndaşı olacaq, əskəri xidmətdə olacaq, ölkəni idarə eləyəcək. Bir tərəfdən Əliyev elan eləyir ki, Azərbaycan sosial dövlətdir. Amma bu necə sosial dövlətdir ki, orada 2,5 milyon uşağın haqqı tapdalanır. Və həm də ki, biz bunun əksini görürük. Və necə olur ki, millətin bu 2,5 milyon uşağının sən haqqını kəsirsən, amma əvəzində öz uşaqların gün-gündən zənginləşir, varlaşır. Və son məlumatlar, məsələn, indi mətbuatda elan olunan məlumatlar var da, hakim ailənin və onların uşaqlarının sərvətləri haqqında. Axı, bu qədər haqsızlıq olmaz. Yəni, ölkədə bir sosial ədalət olmalıdır və bu günləri əminliklə sizə deyim ki, Sevinç xanım, və sizin simanızda, sizin izləyicilərə demək istəyirəm ki, ölkənin kənd rayonlarında əhalinin, ailələrin çox böyük ehtiyacı var bu uşaq puluna. Bu ailənin dolanışığında bir yardımcı rol oynaya bilər. Uşaqlar, deyək ki, məktəb təminatında, geyim təminatında, qida təminatında və təsəvvür edin ki, mən bir müddət əvvəl bir statistika oxumuşdum.
qida çatışmamazlığından Azərbaycan uşaqlarının boyu standartdan aşağı düşməyə başlayıb. Digər tərəfdən, deməli, bu uşaq pulu, belə deyək də, mahiyyət etibarilə elə də böyük həcmdə bir zat deyil. Axı bu, Azərbaycanın vəziyyətinin ən ağır vaxtlarında bu verilib də, bu 60-cı illərdə verilib və yer gəlmişkən deyim ki, 60-cı illərdə, əgər lap konkret desək, 1960-61-ci illərdə Azərbaycan uşaq doğumuna görə SSR-də birinci yerə çıxıbdı. Və o Sovet hökuməti o qədər uşağa, o uşaq pulun verirdi və bu günləri öz neftinə sahib olan Azərbaycan niyə vermir bu uşaqlara pulun? Yaxşı, böyüklərin haqqını mənimseyirsiniz, tapdalayırsınız, offshore hesablara daşıyırsınız, vətəndaşa normal əmək haqqı vermirsiniz, vətəndaşa normal pensiya vermirsiniz və eyni zamanda da adın qoyursunuz ki, ölkədə yoxsulluğun səviyyəsi 5% enib, ona görə də Azərbaycan uşaqları məhrum eləyirsiniz. Sizin statistikanız düz deyil və yer gəlmişkən deyim ki, bu günlərdə mən çox təəssüf hissi ilə izlədim ki, ölkənin iqtisadiyyat naziri belə həmin bu şəhərsalma tədbirindəki çıxışında dedi ki, biz ölkədə yoxsulluğu 49%-dən 5%-ə salmışıq. Cənablar, sizin idarə etdiyiniz ölkədən xəbəriniz yoxdur. Ya xəbəriniz yoxdur, ya da yalan danışırsınız. Sizin o rəqəm manipulyasiyasıdır. Siz rəqəmlə oynayırsınız. Ay işsizliyi 5%-ə salmışıq, yoxsulluğu 5%-ə salmışıq. Bütün bunlar hamısı əfsanədir. Ölkədə aşağı yuxarı 2 milyondan yuxarı işsiz var. Və ölkədə 2 milyondan yuxarı işsiz olduğu halda siz Azərbaycandan 10 dəfə həyat səviyyəsinə görə 10 dəfə yüksəkdə olan İtaliyaya 3 milyard dollar, avro vəsait yatırırsınız. Və bu nədir? Bu, öz ölkənə münasibətdə məsuliyyət hissini itirməkdir də. Vətəndaşı adam yerinə qoymamaqdır da. Zətdir da, o vaxtı ilə Sabir yazır deyə, fəhlə özünü sən də bir insan mı sanırsan? Faktiki olaraq bu günləri Azərbaycan vətəndaşına olan münasibət belədir. Təşəkkür edirəm. Siz bilirsiniz ki, bu uşaq pulu ilə bağlı biz uzun müddət, bu kampaniyanı başladan biz olmuşuq. Amma bu uşaq pulunun iqtidar, müxalifət münasibətlərinə heç bir aidiyyəti yoxdur. Bu uşaqların haqqıdır. Bunu müxalifət olan da, olmayan da deməli, tələb etməlidir. Və bu günləri mən belə, necə deyirlər, mənə biraz da gülməli gəldi ki, işlər belə geçsə, bizim deputatlar, nə bilim, bizim hakim partiyanın nümayəndələri birazdan sonra da deyəcəklər ki, yap üzvü olmayan qadınlardan başqa heç kəs dünyaya uşaq gətirə bilməz. Və inanın ki, işlər ona doğru gedir. Əgər bunlar bu günləri bu formada açıq tekstlə uşağın haqqın inkar edirlərsə, sabah da bunlara bilirsən necədir, bunlara əhali artımı lazım deyil, bunlara nökər lazımdır. Necə ki, Sadiq nökərlər dünyaya gəlsin. Bəli, necə ki vaxtı ilə Amerikada quldarlıq devrində o qul qadınlara yalnız qul doğmaq üçün icazə verirdilər. Bu gün də Azərbaycanda təxminən həmin mənzərədir.
Hüquqsuz insan dünyaya gəlsin. Bəli. Bəli. O ki qaldı sualınızın birinci hissəsi. Bir halda siz səsləndirdiniz bu məsələni. Mən də o hissəsini deyim də. Doğrusu çox belə bir tərəfdən həm təəccüblüdür, həm də ki xüsusi məyusluq doğurur ki, Kamal Abdulla kimi bir nə bilim xalq yazıçısı, akademik, rektor belə bir fikir səsləndirir, belə bir düşüncə səsləndirir. Yəqin siz də orta məktəbdə oxuyanda səhv eləmirəmsə Cabbarlının Almaz piyesidir də, orada Mirzə Səməndərin dahiyana bir fikri var, əlbəttə dırnaqarası. Qurban olun Məhəmmədin şəriətinə. Yaxşı bu arvadları sıxışdırmışdı evin küncünə. Və bu Azərbaycanı o evin küncündən çıxarıb sosial həyata, yəni Azərbaycan qadının evin küncündən çıxarıb sosial həyata inteqrasiya etməkdən ötürü Sevinç xanım, Azərbaycan ziyalıları böyük bir fədakarlıq ediblər. Yəni Rusiya imperiyasının müsəlman xalqları arasında birinci qız məktəbi Azərbaycanda açıldı. 1901-ci ildə. Və o qız məktəbi nə üçün açılmışdı? Qızlara savad vermək, qızları ictimai prosesə cəlb eləmək. Məsələn, həmin o məktəbdə oxuyan qızlardan kimlər oldu? Umnisə Musabəyova, professor, göz həkimi və SSR-də ilk dəfə anadan gəlmə kor doğulan uşaqların cərrahiyyə əməliyyatı yolu ilə gözlərinin açılmasında böyük rolu, xidmətləri olan bir alim. Qara Qarayevin anası Sona xanım Axundova Bakının ən tanınmış musiqi müəlliməsi idi. Ya məsələn, deyək ki, Mir Qasımovun həyat yoldaşı, heykəltaraş var idi, Rəna xanım, deməli, Topçubaşova və bunları sadalamaq olar, kifayət qədər neçə tip professorları meydana gəldi. Yaxşı, əgər qadın, deyək ki, ancaq dünyaya uşaq gətirib, onun tərbiyəsi ilə məşğul olmalıdır və üzr istəyən bu ifadəyə görə yalnız əri üçün bozbaş bişirməlidirsə, sabah bunu iqtisadi aslı vəziyyətə salır. İş stajı yoxdursa qadının, sabah bunun pensiyası da yoxdur. Və bizim gözümüzün qabağında bu günləri, məsələn, həyatda böyük çətinliklərlə qarşılaşmış ailələr var, ailə başçısı itirilir, ayrılırlar, nə bilim, övladlar fərsiz çıxırlar, məsələn, baxmırlar. Axı, bu iş stajı olmayan qadın sabah iqtisadi cəhətdən asılı vəziyyətə düşən bir vətəndaşdır. Necə ki, biz bunun nümunəsini görürük. O bir cəhətdən Respublikada əhalinin yarıdan çoxu qadınlardır. Yəni, haradasa 51% qadınlardır. Və bugünün özündə qadınlar arasında işsizliyin həcmi, sayı, kişilər arasında olan işsizliyin sayından kifayət qədər çoxdur. Və indi 21-ci əsrdir, dünyanın hansı vaxtıdır ki, təzədən qadınları qaytar, deməli, evin küncünə və bunlar ancaq uşaq tərbiyəsi ilə məşğul olsun. Əvvəla, uşağın tərbiyəsi tək anadan asılı deyil. Ananın nə qədər məsuliyyəti varsa, atanın da bir o qədər məsuliyyəti var. İkinci bir tərəfdən,
onsuz da Azərbaycan qadını fədakar qadındır və böyük çətinliklərlə deməli bir şeylərə nail olubdur və mən bu günləri xüsusi şəkildə vurğulamaq istəyirəm ki, bizim bəyənmədiyimiz Sovet hökuməti dövründə Azərbaycan qadınları sosial, iqtisadi, mədəni həyata az-çox inteqrasiya oldular və bilmirəm sizə rast gəldi ya gəlmədi. Bir müddət əvvəl bununla bağlı mənim bir Facebook profilimdə bir silsilə yazılarım getdi. Heykəli özündən daha azad olan Azərbaycan qadını. Hardasa 4 ya 5 belə silsilə yazı getdi və o qadının keçdiyi həyat yolun və həyat faciəsini mən orada göstərməyə çalışdım və ikinci orada diqqəti cəlb edən nədir? Xüsusi şəkildə seçilən, nə bilim, istedadlı qadınlar olsa, onlara bir ayrı münasibət olmalıdır. Yəni biz yenidən təbəqələşmə yaradırıq. Azərbaycanda heç kim, istər qadın olsun, istər qız olsun, istedadsız doğulmur. Uşaqları istedadsız edən rejimlərdir. Onlara normal təhsil vermir. Onların dolanışığını normal şəkildə təmin etmir. Uşaq əməyindən istifadə edilir və uşaqların cəmiyyətdə hər tərəfli formalaşmasının qarşısını alır və nəticə etibarilə gəlib nəyə çıxardıbdır? Bu günləri Azərbaycanda hər qurulan 2 ailədən biri dağılır. Bu günləri Azərbaycanda demoqrafik dəyişikliklər enən xətlə gedir. Bir müddət əvvəl bir deputat da demişdi ki, bizdə yüksək doğum səviyyəsi olduğuna görə uşaq pulu vermək lazım deyil. Bunlar başa düşmürlər ki, birinci, bu uşaq pulu sizin dədənizin pulu deyil. Bu xalqın puludur, bu millətin puludur və bu dövlət büdcəsinin puludur. Necə ola bilər ki, o ada dövlətlərin Fransaya qarşı qaldırmaqdan ötürü pul tapırsınız, fond yaradırsınız, amma Azərbaycan uşaqlarına pul vermirsiniz. Azərbaycan anaların bu günləri, bu rejim köhnə Sovet İttifaqından fərqli olaraq 65 yaş pensiya yaşı qoyub olaraq. Məsələn, Sovet İttifaqında bu 50 yaş idi. Hətta çoxuşaqlı analara münasibətdə 45 yaş idi. Və nəticə etibarilə bu günləri post-Sovet coğrafiyasında Azərbaycan qadınlarına qarşı ən yüksək yaş sensi, pensiya sensi tətbiq edilibdir. Yaxşı, ailələr boşanır, uşaqların ağırlığının böyük əksəriyyəti anaların üzərinə düşür. Biri vicdanının olmamasından, digəri iş yerinin olmamasından, gəlirinin olmamasından deyək ki, aliment verə bilmir. Əgər siz bir iş görmək istəyirsinizsə, aliment öhdəligi olan kişiləri ilk növbədə işlə təmin eləmək lazımdır. Onlar uşaqlarına baxa bilsinlər. O öhdəliyi yerinə yetirsinlər. Yəni, dövlət bu uşaqlara qarşı çox böyük haqsızlıq edir. Amma 18 yaşına çatanda yaxasından yapışır ki, get, deməli, orduda xidmət elə, cəbhədə, deməli, döyüş günən və bu günləri biz cəbhədə şəhid olan, yaralanan, qazi olan müharibə iştirakçılarının tərcümeyi halına, sosial vəziyyətinə baxsaq,
onların böyük əksəriyyəti elə uşaq pulu ilə böyüyən ailələrin uşaqlarıdır da. Hansı deyək nazirin, prezident aparatının yüksək səviyyəli əməkdaşının, Milli Məclisin deputatı deyək onların arasındadır. Bunlar millətin balalarıdır və ölkə üçün təhlükə olanda məhz onlar canlarını verdilər qabağa, ölkənin torpaqlarını azad etdilər, canlarını fəda etdilər bu azadlığa görə. Ona görə də mən hesab eləyirəm ki, Kamal Abdulla da səhv eləyir və Ağamalı da səhv eləyir və bu fikirdə olanlar hamısı əslində Kamal Abdulla bir ziyalı kimi Azərbaycan qadının mətbəxə göndərməkdənsə, Azərbaycan qadınının 21-ci əsrdə layiq olduğu yüksəkliyə qalxmasının bir yolların deyək təklif verməlidir bu istiqamətdə. Nəinki qadınları mətbəxə göndərməklə bağlı. Axı necə olur? Məsələn, həmin qadınlardan biri, mən heç kəsin ailə işinə qarışmaq istəmirəm də, Alyona Əliyevaya gəlir sənin universitetində Azərbaycan dili deyək proyektinin təqdimatını keçirdir və sən də bütün nə bilim universitetin rəhbərliyi, professorası bəhbəhlə bu prosesi həm təqdim eləyirsiniz, həm iştirak eləyirsiniz. Dil millətin varlığıdır. Xüsusilə asılı xalqlarda dil çox həssas məsələsidir. Axı o Alyona xanımın bu ölkədə görəcəyi çoxlu işlər var. Görsün, bunlara heç kim heç nə deyə bilməz. Amma Azərbaycan dilin, Azərbaycanlıların varlığının mühüm göstəricisi olan Azərbaycan dilin bu qədər aşağılamaq olmaz, bu qədər gözdən salmaq olmaz. Azərbaycan dilinin inkişaf proqramın Azərbaycan dilini bilməyən bir adam gəlir sənin universitetində bu təqdimatı keçirdir. Axı sən dilçisən. Bu dilin qorunması bilavasitə sənin vəzifəndir.